Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan çevrə üzü bərabər sürətli hərəkət mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Biz sizinlə əvvəlki dərslərimizdə bir sıra hərəkət növləri ilə tanış olmuşduq. Demişdik ki, ümumiyyətlə trayektoriyanın 2 növü var, düz xəttli və əyri xəttli. İndi bugünkü dərsimizdən etibarən biz sizinlə əyri xəttli hərəkət növləri ilə daha geniş tanış olacağıq. Bir növçə əyri xəttli hərəkət nümunəsinə baxaq. Maşının hərəkətini görə bilərsiniz, topun hərəkətini, həmçinin planetlərin günəş ətrafında hərəkətini göstərə bilərik. Və bu hərəkətlərə baxsaq, görərik ki, bu hərəkətlər artıq düz xəttli deyil, əyri xəttli trayektoriya üzrə baş verir. Və ona görə də bu cür hərəkətlərə biz artıq düz xəttli hərəkət deməyəcəyik, daha çox əyri xəttli hərəkət deyəcəyik. Ümumiyyətlə, hərəkətin növləri ilə biz sizinlə lap əvvəlki dərslərimizdən tanış olmuşduq. Bilirdik ki, hərəkətin bir sıra növləri var. Düz xəttli, əyri xəttli, çevrə üzrə, fırlanma, rəqsi, haotik. Hər biri ilə biz onun haqqında danışmışdıq və geniş tanış olmuşduq. Bugünkü dərsimizdə biz sizinlə artıq çevrə üzrə hərəkətdən danışacağıq. Əgər cisim çevrə boyunca hərəkət edirsə, onun hərəkəti çevrə üzrə hərəkət hesab olunur. Məsəl üçün, şəkillərdə də görürsünüz. Hər hansı bir təyyarənin ip boyunca hərəkəti, ipin fırlanması nəticəsində malik olduğu hərəkət, hər hansı bir atraksiyonun hərəkəti, həmçinin yerin günəş ətrafında hərəkəti, ayın yer ətrafında hərəkətini göstərmək olar. Məsəl üçün, karusel və diskin hərəkəti də çevrə üzrə bərabər sürətli hərəkətə aiddir. Burada da şəkildə açıq-aydın görünür. Həmçinin atletin dairəvi zolaq ətrafında qaçış hərəkəti də çevrə üzrə bərabər sürətli hərəkətə aid olunur. Yerin günəş ətrafında, həmçinin ayın yer ətrafında hərəkəti də çevrə üzrə bərabər sürətli hərəkətə aid etmək olar. Oyuncaq qatarın hərəkətini çevrə üzrə bərabər sürətli hərəkətə aid etmək olar. Həmçinin süni peykin orbit üzrə yer ətrafındakı hərəkətini də çevrə üzrə bərabər sürətli hərəkətə aid etmək mümkündür. Saniyə, dəqiqə və saat əqrəbinin hərəkətlərini də biz çevrə üzrə bərabər sürətli hərəkətə aid edə bilərik. Ümumiyyətlə, cisim çevrə üzrə hərəkət edərkən bir nöqtədən başlayıb yenə də həmin nöqtəyə qaydırsa, tam dövrü adlanır, bir tam dövrü adlanır. Məsəl üçün, tutalım ki, ay bu nöqtədən başlayıb yerin ətrafında çevrə üzrə hərəkət edir və yenidən həmin nöqtəyə qaydırsa, biz bu zaman deyəcəyik ki, artıq bir tam dövr etmiş olur. Şəkildə maşın dairəvi yolda hərəkət edir və sabit sürətlə hərəkət edir. Bu zaman biz bu hərəkəti çevrə üzrə bərabər sürətli hərəkətə aid edə bilərik. Çünki hərəkət trayektoriyası çevrə üzrə baş verir. Sürət də dəyişmədiyindən, yəni sabit qaldığından deyə bilərik ki, bu hərəkət çevrə üzrə bərabər sürətli hərəkətdir. Lakin nəzərinizdə saxlayın ki, belə hərəkət zamanı sürət qiymətcə dəyişmir, lakin istiqamətcə dəyişir. Çünki avtomobilin daim istiqaməti yol boyunca dəyişir və bu zaman biz deyə bilərik ki, yer dəyişmə dəyişir. Və nəticədə sürətin istiqaməti dəyişir. Lakin qiymətində heç bir dəyişiklik baş vermir. Bütün yol boyunca sabit qalır. Çevrə üzrə bərabər sürətli hərəkətdə yenə də dediyimiz kimi cisim çevrə üzrə hərəkət edir. Lakin sürətin qiymətində heç bir dəyişiklik baş vermir. Lakin istiqamətində dəyişiklik baş verir. Yəni istiqaməti yol boyunca daim dəyişir. Çevrə üzrə bərabər sürətli hərəkətdə ona görə əgər biz danışırıqsa sürətin qiyməti dəyişilmir, bu zaman deyə bilərik ki, yola görə sürət də dəyişmir. Lakin əgər deyiriksə sürətin istiqaməti dəyişmir, bu zaman deməliyik ki, yer dəyişməyə görə sürət daim dəyişir. Və onun istiqaməti adətən çevrəyə toxunan boyunca hərəkət edir. Biz sizinlə bu toxunan məsələsini riyaziyyat dərsindən tanış olmuşuq. Çevrəyə toxunanın necə çəkildiyini siz artıq bilirsiniz. Yəni, əgər çevrəyə toxunan istiqamətini çəksək, biz bu zaman sürətin istiqamətini göstərmiş olarıq. Bizim buradakı hərəkət saat əqrəbi istiqamətində hərəkət olduğundan toxunan bu şəkildə çəkilir. Yəni, saat əqrəbi istiqamətinə tərəf yönəlmiş formada çəkilir. Əgər hərəkətimiz saat əqrəbinin əksi istiqamətində olarsa, bu zaman toxunanlar əksinə doğru çəkilir. Yəni, bu istiqamətdə biz artıq sürətin istiqamətini göstərmiş oluruq. Bərabər zaman anlarında
və aralıqlarında təkrarlanan hərəkət periodik hərəkətdir. Periodik hərəkət, yəni bir hərəkət daim təkrarlanır və bu hərəkətə çevrə üzrə bərabər sürətli hərəkətə də aid etmək olar. Məsəl üçün, yerləncəyin hərəkəti, saat kəfkirinin hərəkəti, həmçinin yerin günəş ətrafında hərəkəti. Bu hərəkətlər daim təkrarlandığından biz bu hərəkətə periodik hərəkət adlandırırıq və bu hərəkətə aid bir sıra şəkillər həmin slaydda verilmişdir. İndi gəlin artıq biz sizinlə çevrə üzrə bərabər sürətli hərəkət anlayışı ilə tanış olduq. İndi həmin hərəkəti xarakterizə edən kəmiyyətlərlə tanış olaq. Birinci gəlir dövrətmə periodu. Period dedikdə, əgər cisim bir tam dövr edilməsi üçün sərf olunan zaman nəzərdə tutulur. Biz artıq əvvəlki slaydlardan bildik ki, tam dövr dedikdə nəyi nəzərdə tuturuq? Yəni, tam dövr deyəndə biz hansı nöqtədən başlamışıqsa, həmin nöqtəyə yenə də qayıtmalıyıq. Biz bu zaman əgər əlimizdə saniyə ölçən və yaxud saat olsa, biz həmin zamana baxıb, yəni saniyə ölçənə baxıb, həmin bir tam dövrün nə qədər vaxt ərzində tamamlandığını görə bilərik. Bu artıq bizim üçün period hesab olunur və period kimi qəbul olunur. Period düsturu şəkildən də görürsünüz ki, böyük T hərfinə işarə olunur. Böyük T bərabərdir, kiçik T bölünsün N-dir. Və düsturda bir sıra kəmiyyətlər verilmişdir. Bu kəmiyyətləri biz sizinlə əvvəlki dərslərdə tanış olmuşuq. Məsələn, zaman. Zaman demişdik ki, skalar kəmiyyətdir və vahidi saniyə, BSD vahidi saniyə, cihazı saniyə ölçəndir. N isə dövrlərin sayıdır. Yəni, neçə dəfə çevrəni hərəkət edib fırladım, tam dövrə çevirmişdir. Və dövrlərin sayının nə vahidi, nə də cihazı yoxdur. Böyük T period olub, ümumiyyətlə biz periodu böyük T hərfindən işarə edəcəyik. Vahidi saniyə, cihazı isə saniyə ölçəndir. Ümumiyyətlə, həm period, həm zaman bizim üçün skalar kəmiyyətlər hesab olunur. Keçək digər kəmiyyətə, tezlik anlayışı. Əgər bizdə müəyyən zaman verilibsə və bizdən soruşulursa, bu zaman ərzində neçə dəfə dövr edir? Bu zaman dövrətmə tezliyindən istifadə edəcəyik. Yəni, dövrətmə tezliyi dedikdə, vahid zamanda dövrlərin sayına bərabər olan fiziki kəmiyyət nəzərdə tutulur. Dövrətmə tezliyi balaca N hərfinə işarə olunur. N bərabərdir, böyük N bölünsün T. Dövrətmə tezliyinin vahidi 1 bölünsün saniyə. Çünki burada N saydır, sayın vahidi yoxdur. Tez zamandır, zamanın vahidi saniyə yazsaq, onda 1 bölünsün saniyə və yaxud saniyə üstü mənfi bir şəkildə yaza bilərik. Çünki biz bunu riyaziyyat dərsindən keçmişik ki, 1 bölünsün 5, 5 üstü mənfi şəklində yazıla bilir. Yenə də daxilindəki kəmiyyətlər, yəni tezliyin düsturunda olan kəmiyyətlər də yəni əvvəlki kimi, əvvəlki dərslərdə tanış olmuşuq. Zamanı dedik, bayaqki slaydda N-i dedik. Yəni tezlik kimi kəmiyyətlə tanış olduq. Tezlik balaca N hərfinə işarə olunur. Vahidi 1 bölünsün saniyə, cihazı isə saniyə ölçəndir. Yenə də periodla tezlikdir, zamandır. Bunlar hər biri skalar kəmiyyətlər hesab olunur. Ümumiyyətlə bilməlisiniz ki, period və tezlik tərs mütənasib kəmiyyətlərdir. Yəni nə deməkdir? Yəni bir kəmiyyət artanda digər kəmiyyət azalır. Bir kəmiyyət azalanda digər kəmiyyət artır. Ona görə də biz period və tezliyin ikinci düsturlarını da yazırıq. T bərabərdir 1 bölünsün N, N bərabərdir 1 bölünsün T şəklində yazılır. Tərs mütənasib anlayışını siz riyaziyyat dərsindən keçmişsiniz və bilirsiniz ki, bir kəmiyyətin artması digərinin azalmasına səbəb olur. Bir kəmiyyətin azalması digər kəmiyyətin artmasına səbəb olursa, belə kəmiyyətlər tərs mütənasib kəmiyyətlər hesab olunur. Ona görə də bizim düsturlara əsasən period və tezlik tərs mütənasib kəmiyyətlər hesab olunur. Əgər biz period və tezliyi deyiriksə tərs mütənasib kəmiyyətlərdir, əgər biz onun qrafikini çəkmiş olsaq, tərs mütənasibliyin qrafiki bu şəkildə təyin olunur. Yəni biz bu qrafiki harda görsək bilməliyik ki, belə kəmiyyətlər arasında tərs mütənasiblik mövcuddur. Yəni tərs mütənasibliyin qrafiki bu şəkildə təyin olunur. Bu dərs slaydda isə sizə bu vaxta kimi keçdiyimiz bütün düsturların, bütün kəmiyyətlərin düsturları, vahidləri, cihazları verilmişdir. Siz bunları dəftərinizdə də qeyd edib, məsələ həllində istifadə edə bilərsiniz. Həmçinin bugünkü dərsimizdə keçdiyimiz period və tezlik düsturlarınızı da özünüzdə qeyd edib, məsələ həllində istifadə edə bilərsiniz. İndi keçək məsələ həllinə.
Birinci məsələdə bizə deyilir, avtomobil şəkildə göstərildiyi kimi çevrə üzrə hərəkət edir. Onun 1 saat ərzində 90 dövr etdiyi məlum olarsa, dövrətmə periodunu hesablayın. İlk öncə yenə biz verilerini yazmalıyıq. Bizə 1 saat verilib. Bilirik ki, 1 saat bizə zamandır. Və zaman T hərfinə işarə olunur. Ona görə yazırıq. T bərabərdir 1 saat. 1 saat yazdıqdan sonra düşünürük. Və biz bilirik ki, zamanın əsas vahidi saniyədir. Ona görə saniyə çeviririk. Biz bilirik ki, 1 saat 3600 saniyədir. Ona görə 3600 saniyə yazırıq. 90 dövr yazılıb. 90 dövr, ümumiyyətlə dövrlərin sayı böyük N hərfinə işarə olunur. Ona görə yazırıq 90 dövr. Yəni 90 yazırıq. Taxmalı hissəsində bizdən periodu soruşur. Period bilirik ki, böyük T hərfinə işarə olunur. Yazırıq böyük T bərabərdir sual. Sonra həlli hissəsində düsturunu yazırıq. Bilirik T bərabərdir kiçik T bölünsün N. Gətirib qiymətlərini qoyuruq. Zamanın yerinə 3600, böyük N'in yerinə 90 yazırıq. Hesablasaq, cavabı 40 alırıq. Periodun da vahidi saniyə olduğundan əsas vahidi olaraq saniyəni qeyd edirik. Deməli, biz bu məsələdə sizinlə periodun tapılma qaydası ilə tanış olduq. Keçək digər məsələyə. Bu məsələdə bizə verilir ki, avtomobilin təkərinin dövrətmə tezliyi 2 saniyə üstü -1-dir. Onun dövrətmə periodunu tapın. Tezlik bilirik N hərfinə işarə olunur. Yazıram 2 saniyə üstü -1 və heç bir çevirmə aparmıram. Çünki əsas vahidlərinə verilib. Bizdən period soruşur. Period böyük T hərfinə işarə olunur. Ona görə böyük T bərabərdir. Sual işarəsi yazıram. Sonra T'nin elə sütununu yazıram ki, burada N olsun. 1 bölünsün N şəklində yazıram. Gətirib qiymətlərini qoyuram. Yəni burada 2-ni nəzərə alıram. Yəni vahidi heç bir nəzərə almırıq. Və yaxud vahidin üzərində -1-in ədədə, yəni 2-yə heç bir dəxlisi yoxdur. Ona görə 1 bölünsün 2 eləyir 0,5. Periodun da vahidi saniyə olduğundan yanında saniyəni qeyd edirik. Demək, biz bu məsələdə sizinlə tezliyin köməyi ilə periodun necə tapılmalı olduğunu müəyyənləşdirdik. Keçək digər məsələyə. Digər məsələ daha şifahi hesab olunur. Biz burada Venn diaqramından istifadə edərək period və tezlikləri müəyyənləşdirməliyik, yəni ortaq və fərqli cəhətlərini. Birincidə bizə deyilir ki, BC-də əsas vahid deyil. Tezliyin bilirik ki, əsas vahidi 1 bölünsün saniyədir. Yəni, əgər bizdə vahidlər bir neçə vahiddən ibarətdirsə, biz demişdik sizinlə 7-ci sinifin əvvəlindəki 7 əsas vahidimiz var. Zamandır, kütlədir, cəryan şiddətidir və s. Və bizdə tezliyin vahidi 1 bölünsün saniyədir. Ona görə də o əsas vahidlər sırasına aid olunmur. Ona görə 1-ə yazıram ikinci yerə. BC-də əsas vahidi, periodun vahidi saniyədir. Biz bilirik ki, zamanın da əsas vahidi saniyədir. Və zaman da BC-də vahidlər sırasına aiddir. Ona görə 2-ni bura yazıram. Vahid zamanda dövrlərin sayıdır. Dövrlərin sayı tezlik aid olunur. Bir tam dövrə sərf olunan zaman period hesab olunur. Periodik hərəkəti xarakterizə edir. Biz bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkəti xarakterizə edən kəmiyyətlərdən biri perioddur, bir digəri isə tezlikdir. Ona görə də 5-i hər ikisinə aid edəcəyik. Keçək digər tapşırığa. Digər tapşırıqda bizdən soruşulur ki, A nöqtəsindən çevrə üzrə bərabər sürətli hərəkətə başlayan cisim B nöqtəsindən 2 dəfə keçdikdən sonra yenidən A nöqtəsinə gəlir. Cisim bu hərəkətə 40 saniyə vaxt sərf edir. Cismin dövrətmə periodunu və tezliyini hesablayın. İndi baxırıq şəklə. Bizim şəkildə bizdən soruşulur ki, cisim A nöqtəsindən çıxıb və 2 dəfə B-dən keçmişdir. Yəni, baxın, bir dəfə fırlanır, gəlir. Sonra ikinci dəfə də B-dən keçir. İkinci dəfə B-dən keçir və yenidən A-ya gəlir. Demək, bu cisim 2 dəfə dövr etmiş olur. Və 2 dəfə dövr edən zaman bizdə görürük ki, bunun periodu, yəni bizdə zaman 40 saniyə verilibsə, yəni T 40 saniyədirsə, biz nəzərdə tutmalıyıq ki, bu dövrlər 2 dəfə baş verib. Çünki artıq özü də deyir ki, B nöqtəsindən 2 dəfə keçib. B nöqtəsindən 2 dəfə keçəndə A nöqtəsindən 2 dəfə keçmiş olur. Çünki A nöqtəsinə ikinci dəfə qayıtmış olur. Ona görə də biz burada böyük N-i 2 götürürük. 2. Heç bir çevirmə aparmırıq. Çünki bilirik ki, əsas vahidlər
ilə ifadə olunur. Sonra bizdən period və tezliyi soruşur. Periodu yazıram böyük T bərabərdir sual. Tezliyi də n bərabərdir sual işarəsi şəklində yazıram. Periodun üstünü bilirəm ki, böyük T bərabərdir. Kiçik T bölünsün n. Yəni biz burada 4'ü 2'yə bölürəm. Cavab edir 2. Amma bizdən 40 saniyə verilmişdi. Məsələnin şərtində 40 saniyə verilmişdi. 12-40 qoyuruq yerinə. Cavab eləyəcək 20 saniyə. 20 saniyəni burada qeyd edək. Yəni 40'ı 2'yə bölsək, cavab eləyəcək 20 saniyə. Tezliyi isə bizdə verilib. Biz bilirik tezliyin düsturu böyük n bölünsün t'dir. Yəni 2'ni 40'a bölürük. Bu dəfə cavab 20'də 1 və yaxud 0,5 tezliyin də vaxtı saniyə üstü mənfi 1 olduğundan mənfi 1 şəklində yazırıq. Yəni biz bu şəkildə, yəni bu slaytda öyrəndik ki, sizinlə hər hansı bir şəkil verilərsə, bu zaman biz periodu və tezliyi necə hesablamalıyıq? Biz bilirik ki, cisim bir nöqtədən çıxıb həmin nöqtəyə qayıdırsa, bu artıq bir period hesab olunur. Amma bizdə həm A nöqtəsindən çıxıb və A nöqtəsinə 2 dəfə qayıdıb. Bizim üçün artıq bu zaman qəbul olunur. Amma 2 dəfə bu nöqtəyə qayıtdığına görə biz artıq burada 2 dövr etmiş hesab edirik və ona görə də n2 yazırıq. Sonra əgər verilənləri düzgün yaza bildiksə, period və tezliyin düsturunu məhəllə hissəsində qeyd edib hesablama apara bilərik. Keçək digər tapşırığa. Tapşırıqda məsələnin şərti eynidir. Sadəcə bu zaman bizdən 20 dövrə sərf olunan zamanı soruşur. 20 dövrə sərf olunan zaman. Demək, bizdə əgər 20 dövr verilərsə, yəni n 20 dövr verilərsə, bizdən zamanı soruşur. Biz bayaq periodu yadınıza gəlirsə, tapdıq sizinlə 20 saniyə. Yəni, istəsək periodu, istəsək tezliyi qoya bilərik. Heç bir fərqi yoxdur. Tutalım ki, periodu yazsaq 20 saniyə. Bizdən zamanı soruşur. T bərabərdir sual. Periodun düsturunu yazarıq. Böyük T bərabərdir. Kiçik T bölünsün n. Qiymətlərini qoysaq yerinə. Böyük T-ni yerinə 20 yazarıq. Kiçik T-ni bilmirik x. N-in də yerinə 20 yazarıq. Və biz burada balaca T, yəni x-i tapmış olsaq, tənasüb qaydasına görə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Buna görə də biz 20'ni 20'yə vurmuş olarıq. Cavab eləyəcək 400 saniyə. Demək, əgər bizdə bu cisim 20 dəfə dövr etmiş olardısa, bu zaman 400 saniyə vaxt keçmiş olardı. Bax, bu cür həll etdik. Keçək digər məsələyə. Digər məsələdə bizdən soruşulur ki, cisim A nöqtəsindən hərəkətə başlayıb 10 saniyə ərzində ikinci dəfə B nöqtəsinə gəlir. Və onun dövr etmə periodunu və tezliyini tapın. Demək, cisim A nöqtəsindən başlayıb və fırlanıb ikinci dəfə B nöqtəsinə gəlib. 2 verdinizsə, bizdə burada vaxt 10 saniyə keçib. Yəni, zaman 10 saniyədir. Biz yazmalıyıq. T bərabərdir 10 saniyə. Amma dövrə baxsaq, dövr bir dəfə edib. Yəni, bir dəfə A nöqtəsindən çıxıb, yenə də A nöqtəsinə qayıdıb. Amma B-yə ikinci dəfə gəldiyi halda, yəni B-yə 2 dəfə gəlirsə, artıq bizdə dövrlərin sayı necə hesab olunur? Bizdə dövr bir dəfə olub, ikinci halda 4də 1-ə qədər olub. Çevrənin, elə bir ki, 4 yerə bölsək, çevrənin 4də 1-ə qədər gəlmiş olur. Ona görə də biz bunu qəbul edəcəyik 1 tam 4də 1. Yəni, bir dəfə tam dövr edib, sonra da çevrənin 4də 1 hissəsini getmiş olur. Bunu istəsək biz adi kəsrə çevirib yaza bilərik 4də 5. Bizdən periodu və tezliyi soruşur. Period bilirik böyük T hərfinə işarə olunur. Tezlik də balaca n hərfinə işarə olunur. Böyük T-nin üstünü yazsaq, böyük T bərabərdir. Kiçik T bölünsün n-dir. Yəni, biz burada onu 4də 5'ə bölməliyik. Yəni, biz bilirik ki, belə halda biz onu 5də 4'ə vurmuş olmalıyıq. Bu da eləyəcək 8 saniyə. Əgər biz periodu tapmışıqsa, tezliyi də tapa bilərik. Tezlik bilirik ki, periodun tərs qiymətidir. Yəni, 1'i 8'ə bölsək, 0 tam 1000'də 125
saniyə üstü mənfi 1 almış olarıq. Demək, bu məsələdə biz sizinlə zaman verildiyi halda dövrlərin sayını biz özümüz təyin etmiş olduq. Gördük ki, cisim A nöqtəsindən çıxıb A nöqtəsinə bir dəfə gəlir, amma B nöqtəsinə 2 dəfə gəldiyi halda onda biz qəbul edirik ki, cisim A'dan çıxıb yenə də B-yə ikinci dəfə gəlir. Bu zaman bizdə dövrlərin sayı 1/4 kimi qəbul edirik. Çünki ikinci halda bu çevrəni tamamlamayıb 4-dən 1 hissəsinə qədər gəlmişdir. Və ona görə də biz sayın yerinə 1/4 yazırıq, amma zamanın yerinə 10 saniyə yazırıq. Və period və tezliyin yenə də eyni qaydada düsturlarını yazıb, verilənləri qoyuruq və verilənləri qoyub adi qaydada hesablama aparırıq. Keçək digər məsələyə. Bu məsələdə bizə deyilir ki, müşahidə olunduğu andan M nöqtəsindən olan cisim, əvvəlcə cisim M nöqtəsindədir və cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. O 45 saniyə ərzində 3 tam dövr edir. Və yenidən həmin nöqtəyə gəlir. Cismin periodunu, tezliyini və 12 tam dövr etməsinə sərf olunan zamanı bizdən. Gəlin verilənləri eyni qaydada qeyd edək. Verilənləri qeyd etsək, bizə zaman verilib T bərabərdir 45 saniyə. Burada çevirmə aparmırıq. Öz vahidlərinə verir. 3 tam dövr. Dövrlərin sayı bizə 3 verilib. Bizdən soruşulur əvvəlcə period və tezlik. Period bilirik böyük T hərfinə işarə olunur. Tezlik isə balaca N hərfinə işarə olunur. Gəlin əvvəlcə period və tezliyi tapaq, yəni A variantını işləyək. Periodun düsturunu yenə də eyni qaydada yazırıq. T bölünsün N. Qiymətlərini yerinə qoysaq 45-i 3-ə bölmüş olarıq. Cavab edir 15 saniyə. Çünki əsas vahidi saniyədir. 15 saniyə yazırıq. Amma tezliyin vahidi, tezliyin düsturunu yazmış olsaq, sizə 1 bölünsün T şəklində də yaza bilərik. Yəni 1 bölünsün 15 şəklində yazıb, bu şəkildə saxlayıb vahidini yazırıq yanına. Saniyə üstü mənfi 1. Bizdən soruşulur ki, 12 tam dövr etməsinə, yəni biz burada N-i 12 götürməliyik ikinci halda. Yəni ikinci halda biz N-i 12 götürsək, ikinci halda tutalım ki, B variantını hesablayaq. B variantında biz qəbul edək ki, bizdə N 12-dir və bizdən zamanı soruşur, yəni kiçik T-ni soruşur. Biz burada period və tezlik heç vaxt dəyişmir. Əgər çevrədə radius dəyişməyibsə, yəni çevrə olduğu kimi qalıbsa, biz burada period və tezlik dəyişmirik. Ona görə də biz burada periodu necə almışdıqsa, 15 saniyə almışdıqsa yaza bilərik. Böyük T bərabərdir 15 saniyə. Sonra periodun düsturunu yazarıq. Periodun düsturu biz bilirik ki, böyük T bərabərdir. Kiçik T bölünsün N-dir. Bizdən zaman soruşduğundan zamanı taparkən biz periodu dövrlərin sayına vurmalıyıq. Çünki bilirik ki, tənasibi qaydasına əsasən kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni böyük T vurulsun N yazmalıyıq. Burada 12-ni 15-ə vuracaq. Və 12-ni 15-ə vursaq 180 saniyə almış olarıq. Deməli, biz bu məsələdə sizinlə zaman və dövrlərin sayı verildiyi halda period və tezliyin tapılmasını öyrəndik. Bunu əvvəlki məsələlərdə də bilirdik. Həmçinin əgər əlavə olaraq bizə ikinci halda dövrlərin sayı verilərsə, bu zaman zamanın necə tapıldığını öyrəndik. Biz bilməliyik ki, bizdə eyni çevrədən söhbət gedirsə, biz bu zaman period və tezliyin qiymətlərində dəyişiklik etməməliyik, eyni şəkildə götürməliyik. Biz burada periodun düsturundan istifadə etdik. Həmçinin siz tezliyin düsturundan da hesablasaz, eyni nəticəyə gəlib çıxacaqsınız. Yəni biz burada periodun düsturunu yazdıq və tənasüb qaydasından istifadə edərək zamanı hesabladıq. Zamanı da tapanda biz bilirik ki, periodu dövrlərin sayına vurmalıyıq. Bu məsələdə bizdən çevrə üzrə hərəkətdə cismin dövrətmə periodunu 2 dəfə azalarsa, onun dövrətmə tezliyinin necə dəyişdiyini soruşulur. Biz bilirik ki, dərsimizdə öyrəndik ki, period və tezlik tərs mütənasib kəmiyyətlərdir. Ona görə də əgər bizdə period 2 dəfə azalarsa, tezlik bizdə 2 dəfə artmış olacaq. Çünki cavab götürəcəyik 2 dəfə artar.
Yəni rəqəm baxımından, dəfə baxımından dəyişiklik olmur. Sadəcə azalar və artar məsələlərində tərsinə götürürük. Yəni azalar deyirsə artar götürürük, artar deyirsə azalar götürürük. Keçək digər məsələyə. Digər məsələdə bizdə deyilir ki, təyyarələr üçün hazırlanan bəzi xüsusi mühərriklərin pərləri çox yüksək tezliklə fırlanır. Belə mühərriklərin pərləri 1 dəqiqə ərzində 30.000 dəfə fırlana bilir. Pərlərin dövrətmə tezliyini hesablayın. Yenə də verilənləri adi qaydada yazırıq. 1 dəqiqə verilib zaman qəbul edirik. T bərabərdir 1 dəqiqə. Biz bilirik ki, əsas vahid saniyədir. Bunu çevirsək əsas vahidə 60 saniyədir. Dövrlərin sayı bizə n hərfinə işarə edirik. 30.000 verilib. Onda dəyişiklik etmirik. Bizdən tezliyi soruşur. Yəni kiçik n bərabərdir sual. Kiçik n-i tapmış olsaq üstünü yazırıq. Kiçik n bərabərdir böyük n bölünsün t. Və bunun qiymətlərini qoyuruq. 30.000 bölünsün 60. Hesablasaq cavabı əvvəlcə burada sıfırları ixtisar edirik. Cavab eləyir 500. Tezliyin də vahidi bilirik. Saniyə üstü -1-dir. Buna görə olduğu kimi qeyd edirik. Demək, bu sadə məsələ idi. Yəni bizdə zaman və dövrlərin sayı verilmişdi. Zamanı əsas vahidə çeviririk. Tezliyin düsturunu gətirib qoyub hesablayırıq. Keçək digər məsələyə. Digər məsələdə bizdə deyilir ki, dövrətmə tezliyi 4 saniyə üstü -1-dir. Yəni biz bunu verilirdə qeyd edək. N bərabərdir 4 saniyə üstü -1-dir. Bizdən periodu soruşur. Bizə şərt verilir. Period 1 saniyə artarsa dövrətmə tezliyi nəyə bərabər? Gəlin biz əvvəlcə bizdən tezlik veribsə periodu tapaq. Periodu bilirik t bərabərdir 1 bölünsün n-dir. Qoysaq yerini hesablasaq 1 bölünsün 4. Bu da bərabər olacaq 0,25. Bizdə məsələnin şərtində deyilir ki, əgər periodu 1 saniyə artırsaq, periodu bu birinci period olsun bizdə, tezlik də birinci tezlik olsun. Biz demək birinci periodu tapdıq. İndi nəzərə almalıyıq ki, periodu 1 saniyə artırsaq, yəni ikinci halda periodu 1 saniyə artırsa, 1-in üzərinə elə bir 0,25-i gəlirik. Bu zaman eləyir 1,25 saniyə və bu halda tezliyi hesablayırıq. Tezlik bərabərdir. N bərabərdir. İkinci halda elə bir tezliyi hesablayırıq. N 1 bölünsün t-yə bərabərdir, biz bilirik. Və bu zaman gətirib yerinə qoyuruq. 1-i 1,25-ə bölürük. Bunu hesablamış olsaq, biz elə bil ki, 1-i bölürük. 1,25 4də 5 hesab olunur. Yəni 1-i elə bir 4də 5-ə bölürük. Bunu vurma şəklində yazsaq, yazarıq ki 5də 4, yəni 5də 4-ə vurmuş oluruq. Bu da bizdə hesablayanda bu da cavab bizdə 0,8 alınır. Saniyə üstü -. Deməli, biz məsələnin şərtində bizə verilmişdi tezlik və verilən tezliyə əsasən biz periodu tapdıq. İkinci halda isə biz periodu artırdıq, 1 saniyə artırdıq və bu halda tezliyi hesabladıq. Bu zaman da yenə tezliyin 1 bölünsün t düsturuna hesablayıb tezliyi hesablamış olduq. Yəni bu məsələ əvvəlki məsələlərə nəzərən nisbətən çətindir, lakin üsulu qaydası asan hesab olunur. Keçək digər məsələyə. Digər məsələdə yenə də o başlıq hissəsi bizə eynidir. Yəni tezlik 4 saniyə üstü -1 verilib. Bu dəfə deyir ki, tezliyi artırsa. Tutalım ki, bizə tezliyi əvvəlki qiyməti M1 4 saniyə üstü -1-dir. İkinci halda tezlik 1 saniyə artırsaq eləyirik 5 saniyə üstü -1. Tapmalı periodu soruşur bizdən. Period nəyə bərabər olar? Tezlik əgər bu haldakı halda, yəni tezlik 5 saniyə üstü -1 halında biz periodu hesablamalıyıq. Period bilirik ki 1 bölünsün n-dir. Qiymətlərini yerinə qoysaq, yəni 1-i 5-ə bölsək, çünki artmış halını bölməliyik. Cavab eləyəcək 0,2. Vahidini də yəni saniyə şəklində yazırıq.
Deməli, biz bu məsələdə tezliyi artan zaman periodun nəyə bərabər olduğunu hesablamış olduq. Deməli, biz bu dərsimizdə sizinlə çevrə üzrə bərabər sürətli hərəkət anlayışına tanış olduq. Öyrəndik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə cisim çevrə üzrə hərəkət edir, lakin sürətin qiymətində dəyişiklik baş vermir, istiqamətində isə dəyişiklik baş verir. Həmçinin çevrə üzrə bərabər sürətli hərəkətə dair bir sıra nümunələrə baxdıq, real həyat nümunələrinə və həmçinin çevrə üzrə bərabər sürətli hərəkətin hansı kəmiyyətlərdə xarakterizə olduğunu müəyyənləşdirdik. Müəyyən etdik ki, sən demə çevrə üzrə bərabər sürətli hərəkət period və tezlik anlayışları ilə, kəmiyyətləri ilə təyin olunur və onların düsturları ilə tanış olduq. Həmçinin düsturdakı kəmiyyətləri geniş şəkildə öyrəndik. Sonra isə biz həmin period və tezliyə aid bir sıra məsələ nümunələrinə baxdıq və onların necə tapılmalı olduğunu sizinlə tanış olduq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.